Təsəvvür edin, Xəzərin sahilindən Hirkan meşələrinin içi ilə Əlborz dağlarının başına qalxırsınız. Bura Mazəndaranda Naməkabrud adlanan turizm şəhərci idi. Biz bura gələndə artıq dağların başını duman almışdı. Sonuncu telekabin də qalxmışdı. Dedilər ki, artıq satış yoxdur. Amma dostumuz sağ olsun yaxınlaşıb dedi ki, Azərbaycandan qonağımız gəlib. Bu qədər yolu telekabin üçün gəlib. Onlar da bir istisna edib bilet satdılar və biz belə dumanların içi ilə keçib dağın ta başına qalxdıq. Dağın təpəsində istirahət etmək üçün hər cür demək olar ki, şərait qurulmuşdu. Bu isə qaydanda çıxış qapısında olan növbə idi. Qayıdış yolunda isə mənim sevimlim ballı kökə cənnətinə düşdüm. Sizin üçün video çəkdim, özüm üçün isə 2 qutu ballı kökə aldım.